Sumqayıt şəhəri Nərimanov küçəsidir. Hər gün yüzlərlə sakin elə mənim keçdiyim bu piyada keçidindən istifadə edir. İlk baxışda hər şey normal görünsə də bir qədər qabağa getdikdə vəziyyət tamam başqadır. Qarşıda işıqforun qırmızı işığı yanmasa bu yolu keçmək mümkün deyil. Burada piyada yolunu ancaq belə keçmək olar. Burada normaldir. Buradan gələndən sonra bax gördüyünüz qabaq yola keçəndə maşınlar dayanır orada. Yəni ki, peşoxod orada yoxdur. Adamı lüboy verməyə vura bilər. İndi mən yaşlı adamam, bunun cavanı var, uşağı var. Onlar nəzarət bilə bilməz axı, maşın sürətlə gəlir. Piyada keçidi yoxdur, bir dənə svetofor var, ona görə saxlayırlar. Yəni, piyada keçidi qoysalar onu yaxşı olar. Bir qabağı da olmalıdır, piyada keçidi, bir dənə burada yoxdur. Təxmini neçə metr o yanda? 100 metr olar və orada. Hər gün gərək o yoldan istifadə edir. Çox adam gəlib keçir. Prosta ki, yəni burada peşəxodun olmamağı narahatçılıq yaradır da. Həm piyadaya, həm elə sürücülərə ki, bu yol çox gediş-gəlişli yoldur. Məsələdən Yerüstü Nəqliyyat Agentliyi də xəbərdardır. Qurumdan bildirildi ki, sözü gedən ərazidə monitorinq təşkil olunub və uyğunsuzluq aşkarlanıb. Tezliklə bu uyğunsuzluq aradan qaldırılacaq. O da əlavə edildi ki, sözü gedən ərazidə piyada keçidləri mövcuddur və standartlara uyğun təşkil edilib. Ləman Abbası, Ceyhun Hüseynli, İTV Xəbər.